Fəsil 29. Onları incitmək istəmirdim. Onları sadəcə öldürmək istəyirdim. David Berkoviç, silsilə qətillər törədən qatil. Günay Əliyevanın qətlindən 13 gün sonra. Kimliyi təxminən 2 saat əvvəl dəqiqləşdirilən meyit N saylı hərbi hissənin baş leytenantı Qafar Rzayev idi. Ötən gün axşam saatlarında naməlum istifadəçi tərəfindən YouTube-a yüklənmiş video günortaya qədər sosial şəbəkələrin və demək olar ki, bütün saytların xəbər başlığına çevrildi. Kimliyi bilinməyən adamın leytenantı alçatmaq məqsədi ilə çəkdiyi video görüntülərin qısa zəminində törədildiyi ehtimal olunurdu. Kadrlarda tamamilə çılpaq vəziyyətdə olan Qafar Rzayevin döyüldüyü və təhqir olunduğu, daha sonra isə alçaldığı açıq-aydın görünürdü. Telefon kamerası ilə həyata keçirilən həvəskar çəkilişdə cinayəti törədən adamın danışıq səsləri ümumiyyətlə eşidilmirdi. Hadisəni törədən adam aramsız təpik zərbələrindən sonra üzüqoylu yıxılmış Qafar Rzayevin üstünə işəməsi idi. Sujet boyunca leytenantın yalvarış səslərindən başqa heç bir söhbət yox idi. Videonun sonunda naməlum şəxs sağ əlində tutduğu diş pastasını çətinliklə leytenantın düz bağırsağına soxmağa çalışırdı. Çəkiliş üçün sol əlində tutduğu telefonun kəskin titrəməsindən aydın olurdu ki, naməlum adam hadisəni fizioloji affekt vəziyyətində törədib. Təxminən 3 dəqiqəlik çəkilişdən sonra nələrin baş verdiyi cinayət yerində təhqiqat aparan əməkdaşlar üçün hələlik bəlli deyildi. Məlum olan bu idi ki, baş leytenant Qafar Rzayev başına gətirilənlərdən sonra hərbi hissənin ona təhkim etdiyi tapança ilə gicgah nayihəsinə bir dəfə atəş açmaqla intihar edib. Video faylı YouTube-a yüklədən naməlum istifadəçi ilə cinayəti törədənin eyni adam olduğu şübhəsizdir. Müdafiə Nazirliyinin hərbi hissələrdə Günay adlı leytenant qadının axtarışları uzun çəkməmişdi. Nazirlik adı Günay olan müxtəlif vəzifəli və rütbəli bütün hərbi qulluqçuları aydınlaşdırmışdı. Siyahı qısaydı. 1. Baş gizir Günay Mürvətova, G rayonu N saylı hərbi hissə, tutduğu vəzifə arxa təminat rəisinin köməkçisi, təvəllüdü 1972. 2. Leytenant Günay Xəlilova, T rayonu N saylı hərbi hissə, tutduğu vəzifə dəftərxana rəisinin müavini, təvəllüdü 1981, tərxis olunmuşdur. 3. Gizir Günay Muradova, C rayonu N saylı hərbi hissəsinin 2-ci sərhəd zastavası, tutduğu vəzifə zastava rəisinin siyasi məsələlər üzrə müavini, təvəllüdü 1980. Siyahıda adları keçən şəxslərdən ikincinin yeri dəqiqləşdirilmişdi. Günay Mürvətova və Günay Muradova göstərilən hərbi hissələrdə tutduğu vəzifələrdə idilər. Əsas diqqəti çəkən və Bəşirlinin ehtimallarına daha çox uyğun gələn siyahıdakı ikinci adam, leytenant Günay Xəlilovanın isə ölkə xaricində yaşadığı dəqiqləşmişdi. Polkovnik baş prokurorluqla əlaqə saxlamaq istəyirdi ki, saytlardan birində qarşısına çıxan xəbər onu fikrindən yayındırdı. Dünəndən bəri araşdırılmalarına 3 cinayət hadisəsinə dair əlində olan təhqiqat və istintaq materialları əsasında davam etmişdi. İndicə oxuduğu xəbər mətnin sonunda olan keçiddəki video sujetə baxanda heyrətə gəldi. Fərqinə vardı ki, internetdəki xəbərlərə nəzər salmadığı ötən gündən bu saata qədər olan müddətdə Qafar Rzayev adlı baş leytenantla bağlı olay bütün xəbər saytlarında və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bəşirli daha bir neçə xəbəri diqqətlə nəzərdən keçirdi. Video görüntü hansısa yarıqaranlıq zirzəmidə çəkilmişdi. Mətbuat səhifələrində hadisəni törədən naməlum adam haqqında hələlik məlumat yaxud şahid ifadəsi olmadığı qeyd edilirdi. Maraqlı burasında idi ki, 4 gün əvvəl Bəşirlinin tələb etdiyi şübhəlilər siyahısını aydınlaşdırıb göndərən nazirlik əməkdaşı hələ də leytenant olayı ilə bağlı heç bir açıqlama verməmişdi. Hadisə ölkə mətbuatına bomba kimi düşmüşdü. Təsir effekti o qədər güclü olmuşdu ki, bir neçə saatda səhər meyitin tapılmasından günortaya qədər keçən müddətdə eşidib xəbər tutanların hamısı bu barədə danışıb yazırdılar. Bəşirlinin kəskin diqqətini çəkən məqamlar baş verən hadisədə naməlum şəxsin istifadə etdiyi üsullar idi. Günay Xəlilova adlı leytenant qadın haqqında ətraflı məlumat toplamağı baş prokurorluqdakı əməkdaşdan xahiş etmişdi. Elektron postunu yoxladı.
Hələ ki məlumat daxil olmamışdı. Qafar Rzayev cinayəti bayaqdan bəri beynində yaranan bütün şübhələri daha da şiddətləndirmişdi. Böyük ehtimalla bu hadisənin Zahid adlı ilim itib yoxa çıxmış qatillə ciddi əlaqəsi olmalıydı. Video süjetə istinad edib cinayət detallarını bir daha incələdi. Vəhşicəsinə döyüləndən sonra alçaldılıb təhqir olunan gənc leytenant cinayətdəki faktların bir neçəsi Günay Əhmədova, Günay İbrahimova və Günay Əliyeva qətilləri ilə bir-biri üst-üstə düşürdü. Cinayəti törədən adamın sol əlinin kəskin titrəməsi hiddətdən və qorxunc qisas hissindən xəbər verirdi. Polkovnik onun sağ qolunun bilik diametrindən əsasən fiziki cəhətdən güclü, təxminən 30 yaşlarında birinin olduğu qənaətində idi. Sadistlik əlamətləri eyni ilə araşdırdığı silsilə qətillər törədən qatilinki ilə oxşar idi. Əsas cinayət detalları hesab olunacaq diş pastası və sidiklə murdarlanma hadisəsini törədən Zahid olduğundan xəbər verirdi. Təxminən 30-40 dəqiqəlik araşdırmadan sonra ayağa qalxıb otaqda var-gəl etməyə başladı. Başındakı ağrılar sərbəst düşünməyinə mane olurdu. Beynində küt sıxılma hiss etdi. Hadisələr gözlədiyindən daha sürətlə cərəyan etmiş, qatil qəfil həmlə ilə təhqiqatı müəmmalı macəraya sürükləmişdi. Bəşirli indi artıq daha öncəki qətil hadisələri ilə leytenant olayı arasında bağlılığa şübhə etmirdi. Telefonuna gələn zəng onu fikirlərindən ayırdı. Baş prokurorluqdakı əməkdaş idi. Leytenant Günay Xəlilova haqqında məlumatları sizə göndərdim. Zəng edən mayor qısaca hal əhval tutandan sonra xəbər verdi. Qafar Rzayev olayından xəbərin var? Bəşirli aydınlaşdırmağa çalışdı. Bir az əvvəl eşitdim. Başım Rusiyadakı əməkdaşımızla əlaqə yaratmağa qarışmışdı. Baş leytenantın intiharı ilə nəyə görə maraqlandığınızı öyrənə bilərəm? Böyük ehtimalla bu hadisə Zahidin başının altından çıxıb. Bəşirli söhbəti uzatmadan qısaca bildirdi. Necə yəni? Baş prokurorluq əməkdaşı ani yaranan həyəcanın təsirindən qışqırırmış kimi qeyri-ixtiyar təzdə dilləndi. Nazirliklə danışmalıyam. Sabah səhər baş leytenant Qafar Rzayevin xidmət göstərdiyi hərbi hissədə olmalıyam. Məncə leytenant Günay Xəlilovanın bir dəqiqə, polkovnik fikrini yarımçıq saxlayıb tələsik iş masanın üstündəki siyahını götürdü. Siyahıdakı ikinci adamın adının qarşısındakılarının uca səslə oxumağa başladı. Leytenant Günay Xəlilova, T rayonu en saylı hərbi hissə, tutduğu vəzifə dəftərxana rəisinin muavini, təvəllüdü 1981, tərxis olunmuşdur. Bəşirli qarışıq düyünün sirrini daha asan yolla açdığını fərqinə indi varmışdı. Səsindəki təmkindən əsər əlamət yox idi. Leytenant qadın haqqındakı qeydi oxuyub tələsik əlavə elədi. Yoldaş mayor, mən təcili nazirliklə danışmalıyam. Əgər baş leytenant Qafar Rzayevin xidmət etdiyi hərbi hissə leytenant Günay Xəlilovanın vaxtı ilə tərxis olduğu ilə eynidirsə, bayaqdan bəhs etdiyim ehtimal özünü doğruldacaq. Baş prokurorluğun mayoru Bəşirlinin fikrini yarımçıq qoymasını, ardınca leytenant qadın haqqında məlumat verməsini, daha sonra isə leytenant olayının həqiqətən də Zahidlə əlaqəli olduğunu sübut etmək istəməsini nəhayət ki indi anladı. Bunu öyrənməyiniz çətin olmayacaq. Mayor əminliklə keçmiş cinayət axtarış ekspertinin fikirlərinə dəstək verdi. Siz son dərəcə vacib bir detalın üstünü açmısınız. Hələ tələsməyək, Bəşirli etiraz etdi. Buna baxmayaraq ehtimalında yanılmadığını hiss edirdi. Sizin əminliyiniz bunu elə məhz indi arxayınlıqla qəbul etməyə imkan verir, Tomar müəllim. Daha bir vacib məsələ var. Bunu təcili öyrənməyə çalışın. Deməli, leytenant olayı ilə bağlı video süjetin internetə hansı ip və provider vasitəsilə yükləndiyini öyrənməliyik. Mən elə indi bununla məşğul olan mütəxəssislə əlaqə saxlayaram. Mayor qısa tərəddüddən sonra nəhayət ki cavab verdi. Danışarıq. Polkovnik telefon əlaqəsini kəsdi.